Hoş Gördük. Hoş geldiniz. Bayramınız mübarek olsun. Hoş geldiniz. Sağ olun. Cenab Sağ olun. Hoş geldiniz Cenab Sağ olun. Teşekkür ederim. Siz de hoş gelmişsiniz. Sağ olun. İlk növbədə sizi bayram münasibəti ilə təbrik edirəm. Bugün İlahır Çərşənbə günüdür. Həsənriz kəndində tonqalı alovlandırdım və qarşıdan gələn Novruz bayramı münasibəti ilə sizi təbrik edirəm. Mən xatırlayıram ki, 2022-ci ildə Novruz tonqalını su qovuşanda qalamışdım və o vaxtda göstəriş verdim ki, bura insanların köçürülməsi üçün şərait yaradılsın. Bu evlər tikildi, çox gözəl, yaraşıqlı evlərdir, sıfırdan tikilibdir və bütün şərait var. Və şadam ki, artıq birinci sakinlər bu evlərdə yerləşir və burada rahat yaşayacaqlar. Burada yaşamaq üçün bütün şərait var, evlər çox gözəl, geniş, işıqlı evlərdir. Təbiət də təbii olaraq bu bölgəyə əlavə dəyər verir. Gözəl su anbarının yanında yaşamaq da əlbəttə ki, adamın zövqünü oxşayır. Ona görə burada yaxşı, rahat yaşamaq, işləmək üçün bütün imkanlar var və şadam ki, artıq burada da keçmiş köçkünlər yerləşirlər. Burada 2-ci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Bizim birinci əhəmiyyətli uğurlarımızdan biri idi, hərbi qələbələrimizdən biri idi. Və bildiyiniz kimi 44 gün ərzində bizim ordumuz, bütün silahlı qüvvələrimiz ancaq irəliyə gedirdi. Və hər bir kəndin, hər bir qəsəbənin azad olunması ordumuza, bütün xalqımıza əlavə ruh verir. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malikdir. Su qovuşan işğalçılardan birinci azad edildi. Təkcə bununla buranın əhəmiyyəti məhdudlaşmır. Çünki bunun bildiyiniz kimi çox böyük strateji əhəmiyyəti var. Buranın ətrafında və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şərhi heyəti yerləşmişdi və hərbi nöqteyi nəzərdən buranı işğalçılardan azad etmək həm böyük qəhrəmanlıq tələb edirdi, həm fədakarlıq tələb edirdi. Bizim hərbçilərimiz də öz canlarından keçərək, özlərini güllələrin qabağına verərək bu şərəfli missiyanı yerinə yetirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların xatirəsi əbədi bizim qəlbimizdə yaşayacaq. Allah bütün qəhrəmanlarımıza can sağlığı versin. Vətən uğrunda döyüşmüş, qəhrəmanlıq göstərmiş hərbçilərimizi biz hər zaman qiymətləndiririk. Və gənc nəslin qəhrəmanlığı, şücaəti hesabına biz torpaqlarımızı geri aldıq, işğalçılardı torpaqlarımızdan qovduq.